pensiya ilə bağlı şad xəbərlər. Artıq müəyyən hissə pensiyalar ödənilib Sumqayıt, Bakı və Abşeron üzrə, amma bir hissəsi qalıb. İnsanlar ayın 26-sını, 27-sini, 28-ini gözləyir ki, onlar da öz pensiyalarını gedib öz kartlarından çəksinlər. Yəni ki, o karta qoyulmalıdır şəxsi kartı ki, pensiya kartına ki, onlar da o pensiyanı oradan çəksinlər, o paranı oradan çəksinlər. Hələ ki, ayın 27-sini, 28-ini gözləyirlər. Amma təzə bir xəbər var. Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 23-də Respublika üzrə bütün pensiya və təqaüdlərin ödənilməsi nəzərdə tutulub. Hörmətli pensiyaçılarımız, hansı ki, almamısınız, ödənilməyib, kartınıza qoyulmayıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda məlumat verilib və qeyd ediblər ki, yəni nazirlik ki, mayın 7-sində Bakı və Sumqayıt şəhərlər, eləcə də Abşeron rayonu üzrə pensiyalar ödənilib. Bəli, hansı ki 26-sı, 27-si, 28-də pensiya alan şəxslər ki var, onlar artıq onlara may ayının 23-nə qədər tam ödəniləcək.